Şuşanın turizm paytaxtı seçilməsi regionun potensialını nümayiş etdirmək üçün strateji fürsətdir. Bu fikirlər İqtisadi Əməkdaşlıq Təşkilatının turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclasında səsləndirilib. İclasda təşkilatın turizm nazirlərinin 7-ci görüşü çərçivəsində qəbul olunması nəzərdə tutulan Şuşa bəyannaməsinin layihəsi üzrə müzakirələr aparılıb, sənədin məzmunu ilə bağlı təkliflər irəli sürülüb. İclasın nəticələri isə sabah keçiriləcək turizm nazirlərinin 7-ci iclasının gündəliyinə təqdim olunacaq. Gündəlikdə həyata keçirilmiş layihələr, işlər və ümumiyyətlə ölkələr arasında və təşkilat çərçivəsində keçiriləcək, yaxın gələcəkdə keçiriləcək tədbirlər və yeni layihələr müzakirə olunur. Daxili prosedurların dəyişdirilməsi üzərində fikir mübadiləsi aparılır və təşkilatın ölkələrə daha çox töhfə verməsi üzərindən fikir bölüşməsi hal-hazırda həyata keçirilir. Düşünürəm ki, günün sonuna qədər keçiriləcək bu fikir mübadilələrində nəticə olaraq yeni layihələr təsdiqlənəcək. Первую часть закончили, обсуждение на уровне экспертов. Ekspertlər səviyyəsində müzakirələrin birinci hissəsini yenicə başa vurduq. Sabahçı mühüm tədbirə hazırlaşırıq. Şuşa qədim şəhərlərdən biridir və təşkilatın turizm paytaxtı olması təkcə Şuşa üçün deyil, bütün Qarabağ bölgəsi və Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Если что-то организовать именно в плане туризма или гостеприимства. Turizm və qonaqpərvərlik sahəsində nəsə təşkil etmək baxımından ölkənizdən öyrənəcəyimiz çox şey var. Bəli, türkmənlər də qonaqpərvər xalqdır. Biz də səmimi qonaqpərvərliyimizlə tanınırıq. Amma hər xalqın özünə məxsus incə xüsusiyyətləri var ki, onları heç vaxt unutmaq istəmirsən. İnsan özünü xoşbəxt hiss edir ki, belə bir mühitə düşüb. Əlbəttə ki, bu konfrans və bu görüş öz bəhrəsini verəcək. За это огромное спасибо. И, естественно, эта конференция, эта встреча даст свои... Yer gəlmişkən Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı 2026 tədbiri çərçivəsində Qastronomiya günü təşkil olunub. Bildirilib ki, Şuşada belə tədbirlərin təşkili artıq ənənəvi xarakter alıb və bu cür təşəbbüslər həm milli mətbəxin təbliğinə, həm də ölkənin zəngin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Bu, eyni zamanda insanlar arasında əlaqələrin qurulmasına və inkişafına xidmət edir. Şuşada keçirilən Qastronomiya günü təşkilata üzv ölkələrin zəngin kulinariya irsinin və mədəni müxtəlifliyinin parlaq nümayişi kimi qiymətləndirilib. Qeyd edilib ki, belə təşəbbüslər ölkələr arasında turizm, mədəniyyət və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək. Məqsədimiz bu cür tədbirlərdə həmin irsimizin nümunələrini turistik məhsula çevirib təbliğ etmək və Azərbaycana olan turistik, qastronomiya destinasiya, turistik marağın artmasına nail olmaqdır. Düşünürəm ki, belə tədbirlərin sayı çox olduqca bizim aşpazların beynəlxalq arenada, digər aşpazlarla platformalarda şəbəkələşməsi daha da yaxşı olacaq. Onların peşəkar, belə deyək, bacarıqlarına xüsusi təsir göstərəcək. Birinci dəfədir Şuşadayam. Çox xoşuma gəlir. Burada biz özbək aşı hazırlamışıq. Milli şirniyyatlarımız da var. Halva, püstə və çörək məhsulları. Bu şəhər bizim ölkəmizə çox oxşuyur. Təbiəti, havası, həmçinin mədəniyyəti. Biz öz milli mətbəximizi nümayiş etdiririk. Un məhsulları, ət məhsulları, içkilər və şirniyyatlarımız.